Mövzumuz dedik ixlasdır və biz ixlaslı olmaq üçün daha çox nələrə diqqət edək? Açığı bu suala cavab vermək üçün gərək cavab verən özü hər əməlini tam olaraq ixlaslı etsin, ondan sonra cəmaata nəsihət etsin. Bizim bu mövzularda danışarkən həmişə dediyimiz məşhur bir şüarımız var ki, biz danışırıq, tam əməl edə bilməsək də inşallah ki, insanlarımız etməyə çalışarlar. Bu baxımdan biz Quran-Kərimdə Allahla şeytanın bir diyaloqunu görürük. Şeytan, iblis deyir ki, duracam yolun üzərində, sənə doğru gələn insanları azdıracam, yoldan çıxardacam. Amma qəribədir ki, iblis deyir bu sözü ki, ixlaslı qulların xaric. Yəni, ixlaslı qullarının üzərində hakimiyyətim olmayacaqdır. Həqiqətən, iblisin bu sözü deməsi insanı düşündürür ki, yəni, ixlaslı olmaq nə qədər əhəmiyyətli bir şeydir ki, iblis də ondan dad çəkir. Zənginləri demir, ibadət edənləri demir, nə bilim, oruç tutanları demir. Bu deyilənlərin, edilənlərin içərisində ixlaslı olanlar xaric deyir ki, ixlaslı olanlara müdaxilə edə bilməyəcəm. Bəs biz nə üçün, necə eləyək ixlaslı olaq, nələrə riayət etməliyik ki, ixlası əldə edək? İxlas elə bir ibadətdir ki, sözlə deyiləsi deyil. Sən ixlaslı ol, o da ixlaslı olsun. İxlaslı olmağımız üçün bizim həmişə tələbələrin qarşısına çıxanda bir sözümüz var. Deyir ki, bir müəllim günlük 24 saatını bərbad yaşayırsa, tələbənin huzuruna çıxıb, bir saat özünü sıxıb, hansısa bir formada qəlbə sala bilməz. Bu şey tələbə üçün də keçərlidir. 24 saatı bərbad keçən bir tələbə gəlib 90 dəqiqə ya 60 dəqiqə müəllimin yanında o dərsin qayda-qanununa, sinifin qayda-qanununa uyğun formada özünü sıxsın, saxlasın mümkün deyil. Çünki 24 saat bərbad keçibdir, 23 saat bərbad keçibdir. Və yaxud da bir ömrü bərbad yaşayan, ilin 365 gününü bərbad yaşayan insan, alimlər deyir ki, siz Qədir gecəsini Ramazanın son 10 günündə axtarırsınız, amma əslində o Ramazanın son 10 günündə deyil, ilin 365 gecəsində axtarmağa ehtiyac var ki, hər gecəni Qədir kimi yaşamağa ehtiyac var, hər gecəni Allah istədiyi kimi yaşamağa ehtiyac var. Buradan yola çıxaraq biz də Allahla münasibətlərimizi elə bir formada qurmalıyıq ki, Allah bizdən Quran oxumağımızı istəyir. Quran-Kərim bizim ixlasımızı formalaşdırır. Hansı formada? Biz Quran-Kərimin ayəsini oxuyuruq, görürük ki, orada şeytanla Allahın diyaloqu qarşımıza çıxır. Şeytan ixlaslardan dad çəkir. Dad çəkdiyi zaman biz ixlaslı olmağa çalışacağıq. Yəni, nədir? Əksi, riya etdiyimiz əməllərimizi insanlara riya olaraq göstərməyəcəyik. Məsələn, Allah Rəsulü Quranla bağlı buyurur ki, bir çox Quran oxuyanlar var ki, onların oxuduğu Quran qırtlaqlarından aşağı enməz. Bəs necə Quran oxuyaq? Buyurur, Quran oxuyanda ya ağlayın, yaxud da ağlayırmış kimi görsən, özünüzü hüzünləndirin. Həzrət Fatimə anamız buyurur ki, nə vaxt istədim Allahla danışam, namaz qıldım, nə vaxt istədim Allah mənimlə danışsın, Quran oxudum. Əslində, dolayısıyla bizim Quran oxuyarkən Allah bizimlə danışır. Əgər biz Allahın bizimlə danışır, Allahın sözünə qulaq asırmış kimi Quran oxumağa çalışsaq, o zaman özümüzə fərqli bir çəki düzən verəcəyik, fərqli bir formada özümüzü hazırlayacağıq ki, biz Allahın huzurundayıq, Allahın sözünü eşidirik. Və Allahın sözü bizdən ixlaslı olmağımızı istəyir. Əməllərimizi insanlara göstərməməyimizi istəyir. Quran-Kərim oxuyuruq, gözəl səsim var, avazım var, məni eşidən var, dinləyən var, biraz ona xatir avazımı, səsimi qaldırım. Namaz qılırsan, tək qılırdın. Hətta bunun məşhur bir misalı vardı. Bir nəfər hər dəfə namazını insanlara xatir qılır. Bir gün deyir ki, çəkilin bir sahibsiz yer vardı, orada məsciddir, gediş-gəliş ora yoxdur. Orada namaz qılın. Gecənin bir aləmində, qış günüdür, soyuqlu havadır, qapı aralanır. Bu da namazındakı deyir, indi bax, mən deyir, bu günə qədər insanlar içində qılırdım. Cəmaat indi deyəcək ki, bu gör nə qədər müxlis, abid bir quldur, gedib bir dağ başında, heç kəsin getmədiyi bir məsciddə qışın soyuqlu vaxtında namaz qılır. Yəni, namazın içərisində bunu düşünə-düşünə namazını bitirir, çevrilir ki, üzr istəyirəm, yaşlı bir köpək çöldə üşüməsin deyə girib məscidə. Deyir ki, Allahım, mənə əff et ki, bu günə qədər namazlarımı insanlara xatir qıldım, bu gün də yaşlı bir köpəyə xatir. Yəni, namaz qılırsan, namazında qiraati ucaldırsan, aşağılaşdırırsan, insanlar desin. Yardım edirsən, yardımın formaları var, aşkar var, gizlin var, gecə var, gündüz var. Bunun hər forması bəyənilir, ən gözəl olanıdır, gizlin olanıdır.
Amma yerinə görə elə yer var ki, orada aşkar edərsən insanları təşviq etmək xatirinə. Yerinə görə gündüz eləyərsən insanları təşviq etmək mahiyyətində. Amma edəcəyin şeyi Allah səndən ona xatir etməyini istəyir. Ona xatir yaşamağını, ona xatir yeməyini, ona xatir ibadət etməyini, ona xatir Quran oxumağını, ona xatir insanların yanında olmağını, qatacağın şey də insanlara xatirdir. Dediyimiz kimi, nə edərsənsə, insanlara xatir məhşərdə gələrsən ki, bizim etdiyimiz bir çox əməllər var, əməl dəftərimizə yazılmayıb. Elə mən bu əməlləri etmişdim, kimlərə xatir etmişdinsə əməl dəftərindən silinib. Və etmədiyimiz əməllər var, bir çox insanlar gələcəkdir, onları etməyib bu əməllər, amma mükafat olaraq əməl dəftərinə yazılıb. Bunlar da nədir? Burada onları sırf Allaha xatir düşünüb, etmək imkanı olmayıb. O işdə ixlaslı olubdur, amma etmək imkanı olmadığı halda Allah onun əməl dəftərinə yazıb. Bu baxımdan biz çalışaq ki, ömür qısadır, sürətlə keçir, Ramazan ayda bir ay sürətlə gəlib gedir. Nə ediriksə Allahdan Allaha xatir edək və bunların etməyimiz üstündə duaya ehtiyac var ki, Allahdan yardım istəyək. Onsuz da Allahın yardımı olmasa, biz nə ona ibadət edə bilmərik, nə qulluq edə bilmərik, dua qabiliyyətini verməsə belə dua edə bilmərik. Nə edəcəksə Allaha xatir edək və etdiyimizi də Allahdan istəyək ki, Allahım, biz edirik, etməyə çalışırıq. Aciz qullarınıq, mütləq mənada xatalarımız olacaq, mütləq mənada insan olaraq nəfsimiz bizə pisliyə əmr eləyir, İçinə bir pislik qarışacaq, içinə bir riya qarışacaq. Amma dərəcəsi var da, azı var, çoxu var. Allah etdiklərimizi çox olandan etsin. Çox sağ olun Hacı, Allah razı olsun, təşəkkür edirik.